POST müfəttiş layihəsi ölkəmizdə fəaliyyət göstərən müəssisələrin əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətini ətraflı qiymətləndirmək, çatışmazlıqları və uyğunsuzluqları aşkar etmək, nəticələrə əsasən müvafiq istiqamətlər üzrə təlim və konsultasiya təşkil edərək müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və ölkəmizdə korporativ mühiti inkişaf etdirmək missiyasını icra edir. Layihənin məqsədi əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirmək və uyğunsuzluqların aradan qaldırılmasına dəstək göstərmək, əməyin mühafizəsi işinin təşkilini dəyərləndirmək, insan resurslarının idarə olunması sistemlərinin səmərəliliyini ölçmək, əmək və məşğulluq alt sisteminin tətbiqindəki çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək, insan kapitalının inkişafına dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində müvafiq diaqnostik qiymətləndirmələr aparılır. Qiymətləndirmələr müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsi, əmasın tətbiqi vəziyyəti, müasir insan resurslarının idarə edilməsinin mövcudluğu istiqamətləri üzrə həyata keçirilir. Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanların və boşluqların aradan qaldırılması üçün nəzəri və praktiki təlimlər keçirilir, konsultasiyalar təşkil olunur. Qeyd edək ki, qiymətləndirmə prosesinə başlamazdan əvvəl ümumi prosedurları özündə əks etdirən müvafiq müqavilə və məxfiliyin qorunması üzrə əlavə müqavilə imzalanır.